Biz buradayıq, unudulmuş səhifələrdə. Vaxtilə oxunmuş, sevilmişik. Amma indi susuruq. Əllər bizə toxunmur. Gözlər bizi axtarmır. Bizi oxuyan yoxdur. Biz danışmaq istəyirik. Hə, rekord qurdum. Bu oyun süperdi. Anam da məni kitabxanaya yollayıb. Gəl oyun oynayaq, dərsçilər lazımdır. Maraqlı kitab yoxdur axı. Ən yaxşısı telefondur. Kitablar köhnədir, bir yoxdur. Telefonun səsini alın. Unudulmuşam, toz basmışam. Amma içində xəzinə var. İllərlə bu qədərəm. Susuram. Amma içində dünyalar var. Eşidin məni. Bir dəfə baxsanız, bəlkə hər şey dəyişər. Telefonları burağa qoyun. Mən sizi sehirli dünya gəzintisinə apararam. Hər nağıl xəyalların qanadında bir səfərdir. Tarix sizə kim olduğunu xatırladır. Keçmişimizi bilmədən gələcəyə gedə bilmərik. Elm suallarla başlayır, kəşflərə aparır. Sözlər ruh pıçıltıdır, şeylər toxunun duyuların melodiyasıdır. Mənimlə minlərlə həyatla tanış ola bilərsən. Hər həşaya bir həyat, hər həyat bir dərsdir. Siz elə neçə vaxtdır qalmışsınız şkaflarda. Kim deyirsiniz oxuyan? Hamı telefonla məşğuldur. Kitab kimi yadına düşür. Heyf deyil telefon, düz deyirsən. İndi internet, telefon əsridir. Hansı dövrdə kitab oxuyaq? Kitab oxumağa nə həvəs var, nə də vaxt var. Bilirsən, mən çox şeylər görmüşəm. Vaxtilə minlərlə uşaq məni sevə-sevə oxuyardı. İndi toz içindəyəm, amma içində gizli xəzinələr yatır. Məni oxu, keçmişin qapısını açar. Mən sizi sehirli dünya gəzintisinə apara bilərəm. Cadugarlar, cırtdanlar, uçan xalçalar, nağıl şəhzadələri, divlər, küpəgirən qarılar, hər səhifəmdə bir macəra var. Mənimlə əylənəcəksən, güləcəksən. Uşaqlar, deyin görün, göy üzü niyə mavidir? Bilmirəm. Bitkilər niyə yaşıl olur? Bilmirəm. Ulduzlar niyə parlayır? Bilmirik. Mən bütün bu sualların cavabını bilirəm. Mən bilik dünyasının açarıyam. Sözlərimlə duyğularına toxunaram. Sevinç, kədər, ümid. Hər bir vaxt bu səhifələrimdədir. Oxu məni ürəyimdə almışdır. Hər səhifəmdə bir həyat yaşanır. Hər qəhrəman bir həyat dərs verir. Mən sənin başqa dünyalara səyahətini. Sən tarixin kim olduğunu bilmək istəyirsənsə məni oxu. Mən sənin kökünə, millətinin qürur tarixiyəm. Mənimlə qəhrəmanlarınızı tanı. Doğrudan siz bizə qəhrəmanlarımız, vətənimiz, nağıl dünyası, bütün bunlar haqqında məlumat verəcəksiniz? Əlbəttə. Al, çox maraqlı kitabdır. Al bunu oxu, gör çox maraqlıdır. Al buna, bir üzünə bax, çox maraqlı kitabdır. Al, sana bunu. Bu kitab çox maraqlıdır. Poeziya məni şeir yazmaq həvəsinə gətirdi. Şeir elə bilmən, nağıl dünyasına çaşdı. Səfər kitabından öyrəndim ki, bizim çoxlu qəhrəmanlarımız, ilk oğullarımız düşmənlərə necə qalib gəlir. Şeirlər uşaqlara dünyanın necə olduğunu deyil, necə ola biləcəyini öyrədir. Mən indi anladım ki, elm düşünməyi öyrədir. Bizi kainatın sirrinə yaxınlaşdırır. Öyrəndim ki, ədəbiyyat insan ruhunun aynasıymış. Qələmlə yazılan tarix qürurla oxunur. Dostlar,
Uşaqlar, unutmayaq ki, kitab oxuyan uşaq düşünən gələcəkdir.